Məhsullardan çətin görünüb, amma rahat formada izah olunacaq suallarla davam edirik. Deməli, bizdə deyir ki, 20 dərəcə Selsidə deməli 200 milli suda 30 qram XY duzu həll olmuşdur. Baxıram 20 dərəcə Selsiyə. 20 dərəcə Selsidə nə qədər deməli duzum var ümumilikdə? 25-dir. Mən belə yazacağam. Deməli 25 neçəyə uyğundur? Baxın 25 100-ə uyğundur. Artıq 1000-ə yox, 100-ə uyğundur. Bəs 200 milli su, 100 sudur da, düzdür? Baxın sudur. Onda 200 milli suya nə qədər uyğun olacaq? Tapıram ki, bir x duz. 25 duzumdur. Bu 100-ə uyğundur. İndi 200 su nə qədər, neçə duza uyğun olacaq? Birinci bunu tapacağam. Buradan da tapıram ki, deməli 2x edir 50. Yəni x bərabərdir 50. 50 qram duzum var. Mənim indi mənə verilən duzun miqdarı 30-dur. Deyir indi bunu doymuş hala gətirmək üçün nə qədər əlavə eləməliyik? Yenə 50 idi, 30-un verib, deməli mən 20 əlavə eləməliyəm. Ona görə cavab olacaq 20.